qız uşaqlarının ərə getmək yaşının 18 olunmağı, amma seksual həyatı 16 yaşından yaşaya bilməsi. Bu nə deməkdir? Bu nəyə yol açır? Bu hansı dəyərlərimizi izah edir? Hansı dəyərlərimizdən qaynaqlanır? Nə deməkdir bu? Bunu o qərarı qəbul edən və o qərarın qəbulunu təklif edən insandan soruşmaq lazımdır. Sən nə istəyirsən bu cəmiyyətdən? Necə olacaq ki, 16 yaşından bu seksual həyat yaşayacaq? Ancaq 18 yaşında ərə gedə bilər. Hansı yola sürükləyirsən sən bu gənci? Və yaxud da ki, təhsilimizi Heydər Əliyevin vaxtında, Ümumi Liderin vaxtında 11 illik təhsil icbari idi. İcbari təhsili 9 ilə endirəndə, 9-cu sinifi bitirmiş uşaq məktəbdən kənarlaşırsa, əskər gedə bilməz, işləyə bilməz, ailə qura bilməz, bu nə işlə məşğul olmalıdır? Bu qərarı, bu qanunu qəbul edənlər düşünürmü cəmiyyəti? Hansı istiqamətə yönəldirlər? Orada peşə təhsilini icbari eləyək. Nəyi? Axı, ola bilməz belə ki, bir toplum, gənclik yaranacaq ki, işləmək də olmaz, əskər də getməyəcək. Ayda bunlar nə işlə məşğul olacaq sizcə? Özü oxumayanlar kimdir? Yarınki müxtəlif davranışlara meyilli uşaqlar. Ziyanlı, biz onları cəmiyyətə potensial bir risk qrupu kimi yetişdiririk. Qanunlar qəbul olunanda mütəxəssislərdən fikir soruşulmur.